Əhlüsünnənin etiqadı iman məsələsində nədir? İman sözdür, sonra nədir? Əməldir, bir də nədir? Söz, əməl, əl-qovl vəl-əməl. Daxili və zahiri əməllərdə, düzdürmü? Və iman nədir? Artır və azalır. Bu əhlüsünnənin yoludur. Əhlüsünnə bunun üzərindədir. Sən artıq nə edirsən? Bunu bilirsən ki, yəni zaten əhlüsünnədə ikinci bir şey yoxdur bu məsələdə. Başqa bir şey deyən ya murci olur, ya xavaric olur. Adam desə ki, əməl imandan deyil, nə olur? Murciyadır. Desə ki, əməl imandan deyil. Adam desə ki, imandan bir cüzü getsə, biraz get, hamısı gedir. Etiqad hansı etiqad? Nə etiqaddır bu? Bu xavaricin etiqadıdır. Adam desə ki, günahlar eləməklə iman zəifləyir, amma tam şəkildə getmir. Bu kimlərin etiqadıdır? Bu əhlüsünnənin etiqadıdır. Yəni bu yolu kim qoyub gedib? Sələfin artıq əqidəsidir bu. Burada ixtilaf yoxdur ki. Burada nə var onu götürürsən. Başqa bir şey düşün, artıq səni bidət əhlindən ayıran budur. Başqa bir şey düşün, düşürsən hər hansı bir bidətə. Ya xavaricə, ya orada deyək, mötəzilə və yaxud murciyə və s. o qədər firqələr var ki. Bu məsələdə orijinaldə yəni artıq təqlid yoxdur. Nə var onu götürsən. Əqidə etiqad məsələsidir. Allaha iman məsələsində, Muhammed sallallahu əleyhi və səlləm iman məsələsi və digər bu etiqad məsələlərində.